Salam uşaqlar, əliniz məsələyə baxaq. Kütləsi 40 qram olan cisim ayda bərabər sürətlə düşür. Deməli, qapımızı çəkək. Aha, cisim. Bu bizim cismimizdir. Cisim deyir ki, bərabər sürətlə düşür. Deməli, aşağıya doğru hərəkət edir. Bizim ağırlıq qüvvəmiz aşağıya doğrudur. Arximet qüvvəmiz yuxarıya doğrudur. Əgər cisim aşağıya doğru düşürsə, demək ki, bu cismin müqavimət qüvvəsi yuxarıya doğru olacaq. İndi məsələmizə həll edək. Kütləsi 40 qram verildi. Deməli, əvvəlcə biz bunu əsas ayda çevirəcəyik, yəni 0,4 kiloqrama bərabər olacaq. Əgər cisim bərabər sürətlə enirsə, tarazlıqda olmağı üçün müqavimət qüvvəsi ilə arximet qüvvəsinin cəmi bizə ağırlıq qüvvəsini verəcək. Burada müqavimət qüvvəsini tapsaq, yazarıq ki, mg çıxaq F arximet. Gətirib arximetin yerinə yazarıq ki, mg çıxaq rho maliyyə jv. Buradan bərabərdir mg çıxaq rho maliyyə j m bölü rho cisim. Biz buradan mg-ni mötərizə xaricına çıxara bilərik. Mg mötərizə xaricına çıxarsaq 1 çıxaq rho maliyyə bölü rho cisim olar. İndi bizdən nə istəyir? Müqavimət qüvvəsini verir, cismin sıxlığına, maliyyə sıxlığına neçə çox olduğunu soruşur. Biz müqavimət qüvvəsini gətirib yerinə yazaq 0,2 bərabərdir. Kütləmizi verib 0,4, j-mizi verib 10, 1 çıxaq rho maliyyə bölək rho cisim. Buradan da alarıq ki, deməli 0,2 bərabərdir 0,4 olaraq 1 çıxaq rho maliyyə bölək rho cisim. Deməli, bunları tərəf-tərəfə bölsək, alarıq ki, 1 bölək 2 bərabərdir 1 çıxaq rho maliyyə bölək rho cisim. Buradan da rho maliyyə bölək rho cisim bərabərdir 1-dən 2-də 1 çıxacaq. 1-dən 2-də 1 çıxanda eləyəcək 2-də 1. Bizdən nə soruşurdu? Cismin sıxlığı maliyyenin sıxlığından neçə dəfə çoxdur? Yəni, rho cisim bərabərdir 2 rho maliyyə. Buradan da görürük ki, cismin sıxlığı maliyyenin sıxlığından 2 dəfə çoxdur. Cavab A bəndi. İkinci məsələyə baxaq. Sistemin tarazlıqda olduğunu bilərək birinci yükün M1 kütləsini hesablayın. Bunu buradan silək. Biz bilirik ki, aşağıya doğru M1J, deməli, yuxarıya doğru gəlmə qüvvəmiz M1J bərabərdir. Eyni yandan gəlmə qüvvələri eyni olduğundan, burada da bizim gəlmə qüvvəmiz M1J, burada da eyni qaydada M1J. Və bura M1J, deməli, burada olar bizim gəlməmiz 2M1J. Deməli, aşağıya doğru bizim ağırlıq qüvvəmiz M2 kütləli cisimimiz üçün M2J-yə bərabər olar və bizim yuxarıya doğru bir arximet qüvvəmiz var. Bunlar belə yaza bilərik. Deməli, buradan ilk öncə biz yaza bilərik ki, M1J üstə gələk F arximet bərabərdir M1J. Yəni, tarazlıqda olduğu üçün 2M1J üstə gələk F arximet bərabərdir M2J-yə yazaq. M2J-yə. Buradan yazarıq 2M1J bərabərdir M2J çıxaq F arximet. 2M1J bərabərdir M2J. Arximetin yerinə yazarıq rho maliyyə J V. Buradakı V maydakı cismin həcmidir. Yəni, maydakı cisim. Baxın, maydakı cisim hansı cisimdir? M2 cisimdir. Yəni, onda mən V-ni yerinə gətirib M bölü rho yazanda M2 kütləli cisim üçün yazacağam. 2M1J bərabərdir M2J çıxaq rho maliyyə J vuraq M2 bölək rho cisim. Buradan mən yazaram ki, J-lər ixtisar gedər. Yazaram ki, M1 bərabərdir. M2-ni də mötərizə xaricə çıxararam. 1 çıxaq rho maliyyə bölək rho cisim. Buradan da alırıq ki, 2M1-in M2 olan nisbəti bərabərdir. 1 çıxaq rho maliyyə bölək rho cisim. Deməli, buradan nə tapırıq? Tapırıq ki, rho maliyyə rho cisim nəyə bərabərdir? 1 çıxaq 2M1 bölək M2. Deməli, çıxarılışını yazdıq. Amma bunu istəsəz əzbərləyə də bilərsiniz ki, tərpənən blokda maliyyenin sıxlığına, cismin sıxlığına olan nisbəti 1 çıxaq 2M1 bölək M2-yə bərabərdir. Tərpənməz blokda isə rho maliyyə bölək rho cisim bərabərdir 1 çıxaq M1 bölək M2-yə bərabərdir. Tərpənən blokda böyle 2 əlavə olmuş. İstəsəz əzbərləyə bilərsiniz, amma çıxarılışını göstərdim sizə hardan çıxarılır deyə. İndi verilənləri gətirək yerinə qoyaq, məsələmizi həll edək. Deməli, 1 çıxaq 2 vuraq M1 kütləmiz yoxdur. Bizdən elə M1 kütləsini istəyir. M2 kütləmiz 6 kiloqramdır. Rho maliyyenin rho cismi olan nisbəti də burada rho maliyyə bölü rho cismin yerinə 3-də 1 qoyacaq. Yazırıq ki, 2M1 bölək 6 bərabərdir 3-də, yəni 3-də 3 deməkdir də. 3-də 3-də 1 çıxanda 3-də 2 1. Buradan da kənar hədlər hasili orta hədlər hasilinə bərabər olduğundan yazırıq 6M1 bərabərdir 12. M1 də bərabərdir 2 kiloqram. A bəndi.